Ekranda gördüğünüz bu şəxs Sen Allah'ın kifayət kitabı qədər ya. psixoloji Allah nə travma deyir? keçirmiş və reabilitasiya olmamış bir vətəndaşımızdır. Açdığı canlı yayımlarda özünün və ətrafında topladığı bir qrup özü əqidədə olan dostları ilə İslam dini haqqında, İslam etiqadı haqqında, İslamı yaşayanlar haqqında, Quran haqqında xoşagəlməz ifadələr işlədir. Və bunu da Quranın özü ilə əsaslandırmağa çalışır. Yaxınlarla, qohumlarla evlilik və sər ilaxır bu kimi məsələlərə toxunur, hansı ki bunlar başdan ayağa cəfəngiyətdir və yalandır. Bu ayrı bir mövzudur, bununla bağlı ayrı bir video çəkərəm. İndi gələk bu vətəndaşın mövqeyinin üzərinə. Əvvəla bu vətəndaş çox elmlidir, çox kitab oxuyub. Özünü gah ateist, gah nə bilim nə adlandırır. Bu onun öz işidir, adlandırsın. Hər bir kəsin din etiqad azadlığı var, söz azadlığı var. Lakin bu söz azadlığı o demək deyil ki, sən digərlərinin etiqadlarını və inanclarını məsxərəyə qoymalısan. Onları şübhə altına almalısan. Qaqa Allah yoxdur. Yox. Niyə? Çünki dəlili yoxdur. Sən səhv eləyirsən, Allah hər yerdədir. Baxdım məsəl üçün burada yoxdur. Sənin inandığın sənə, bizim inandığımız bizə aiddir. Digər bir vacib məsələ. Çox maraqlı və hiləgərcəsinə paralellər gətirirlər. Məsələn, dünən mənə sual vermişdi ki, əgər bir qeyri-millət hansı ki bizə düşmən olubdur, o İslamı qəbul eləyərsə, o müsəlman olarsa, o sənin üçün kimdir? Şübhəsiz ki, bu sual bilərəkdən və qərəzli verilən bir sualdır. Və biz bilirik ki, İslami nöqteyi nəzərdən biz bu suala yanarsaq, İslamda millətlər yox, ümmətlər var. Hansı ki, millətlər bir ümmətdə pişir və onlara müsəlmanlar deyirlər. İkinci bir məsələ, əgər biz yenə də bu məsələyə onun istədiyi vətənpərvərlik mövzusundan yanaşıb cavab versək, yenə də biz bunun mahiyyətini, kökünü müsəlman olaraq dində veribsə, ondan cavablandırmalıyıq, qaynaqlandırmalıyıq. Çünki heç bir müsəlmanın digər müsəlmana qanı, malı, torpağı, ırzı halal deyildir, haramdır. Nə onu öldürə bilər, nə digər bir işgəncə verər. Deməli, bu məsələnin cavabı budur. Fəqət mən bu cavabı ona verəndə mənim bu cavabım onu qane eləmədi və məni efirindən uzaqlaşdırdı. Bax, bu dərəcədə qərəzli bir şəxslərdir bunlar. Digər bir məsələ, təkamül prosesini özü üçün örnək bilir və ona inanır, ona etiqadı var. Olsun, mən heç nə demirəm, hər kəsin bir inancı var. Məsələn, bizim etiqadımıza görə, Qurana görə biz deyirik ki, Allah təbarək və təala bizi yaradıb. Onlar da deyirlər ki, yox, biz təkamül nəticəsində adam olmuşuq. Yəni, meymun olmuşuq, sonra adam olmuşuq. Əgər kimsə meymun olmaq istəyirsə, olsun. Mən onu vətənpərvərlik hisslərini qabardaraq, özü də başa düşmür ki, eyni zamanda bizim dövlət rəmzimiz olan bayrağımıza da həqarət edir. Ona da təni edir dolayısıyla. Çünki bizim dövlət bayrağımızın bir rəmzi də İslam sivilizasiyası, İslama mənsubluğumuz və İslam mədəniyyətinə bağlılığımızdır, İslam dəyərlərinə bağlılığımızdır. Niki də belədir, çevik bir. Çevik bir, sən bilməmiş deyilsən ki, məhz bu rəmz, dövlət bayrağında olan bu rəmz İslamiyyətin rəmzidir. Və sən bugün İslamiyyəti aşağılamaqla, ona təni etməklə və İslam dinini bilməyən insanları öz efirinə çıxarıb, onları ələ salmaqla bil ki, İslam dininə təkcə yox, həmçinin də öz dövlətinə, öz bayrağına həqarət etmiş olursan, ona laf etmiş olursan. Yox, əgər bununla, bu fikirlərlə razı deyilsənsə, məni efirinə çıxar, mən öz fikirlərimi sənə əsaslandırım. Və əgər sən həqiqətən də döyüşdə iştirak etmisənsə 44 günlük, özün də etiraf elədin və dedin ki, mənim yanımda inanclı insanlar vardı, onlardan dünyasını dəyişənlər də oldu. Sən onları şübhəsiz ki, şəhid hesab eləmirsən, çünki belə bir dini inancın yoxdur. Amma heç olmasa onların ruhuna ehtiram və hörmət bəslə ki, onlar da bu vətən uğrunda səninlə yan-yana, çiyin-çiyin olublar və o etiqadda, o dini yaşayan insanlara alay etmə. Sadəcə mənim sənə yazığım gəlir və həkimlərdən xahiş edirəm, xüsusilə psixoterapevtlərdən, psixoloqlardan bu şəxsə yardım edin. Bu insanın çox dərin psixoloji problemləri var. Allah şəfa versin. Qaqa Allah yoxdur. Yox. Niyə? Çünki dəlili yoxdur. Sən səhv eləyirsən, Allah hər yerdədir. Baxdım məsəl üçün burada yoxdur. Qaqa qarışqa yarada bilərsən. Əlbəttə. Buyur. Qaqa Qurana da inanmırsan sən. İnanmam. Deyib buradadır kitab. Allahdan gəldiyini inanmıram.
Qaqa, qəlbin möhürlənib ey sənin. Neynirsən? Möhrü qıram.